Görək burada söhbət nədən gedir dostlar? Mənim birinci dilim Rus dilidir. Ayaz Salayev. Kino rejissor, əməkdar incəsənət xadimi Ayaz Salayevin APA'ya müsahibənin Rus və Türk dilləri ilə olan bağlı bir hissəsi təqdim olunub mətbuatda. Rus və Türk dilləri ilə bağlı çıxışınızın belə səs-küy yaradacağını düşünürdünüzmü? Sual. Cavab verir. Qətiyyən. Ağlıma da gəlməzdi, ancaq təhqir eləyənlər məni haqlı çıxardılar. Bu natamamlığın nəticəsidir. Haqqımda deyilənlərə qulaq asmıram. Burada mövzu Rus sektoru deyil. Ölkəmiz hansı yollarla inkişaf edəcək? Hansı yollarla inkişaf edəcək ölkəmiz? Məqsədimiz var idi. Qarabağ. Müstəqilliyimizin adı Qarabağ idi. 30 illik tariximiz bitdi, yeni tarix başlayır. Sizcə bu yeni tarixində Rus dilinin yeri olacaqmı? Görək Ayaz Salayev nə cavab verir? Əlbəttə. Yeni tariximizdə Rus dilinin yeri şübhəsizdir. Öz dilindən əlavə başqa bir dili, ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyər. Bu, Türk dilinə aid deyil. Çünki bizim dil Türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət edərsinizmi? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt. Məni təhqir eləyənlər sabahsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir. Mənim birinci dilim Rus dilidir. Elə olmasaydı, Moskvada gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim. Hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım. Mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz əməlli bilmirlər. Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar. Sual. Deyirlər ki, Rus dili müstəmləkəçinin dilidir. Cavab. Hindistanda, Pakistanda hamı ingiliscə bilir. Rus dili də dünyada altın beynəlxalq dildən biridir. Mənə o sözləri deyənlər başlarına çoban papağı geymiş geridə qalmışlardır. Rus dili bu gün də bizə lazımdır. Çünki dünya dağılır. Baxın, indi əziz dostlar, bu tam başqa bir mövzudur. Bunlar deyirəm də, bu Rus dillər danışığım bilmir. Deyir ki, mənə o sözləri deyənlər başlarına çoban papağı geymiş geridə qalmışlardır. Yəni çobanın papağını da aşağılayır. Deyirəm də, bunlar bu Rus dillilər bilmirlər də, bunlar Rus dilində düşünürlər, Azərbaycan dilində danışırlar. Nəysə, davam edək. Bizim kimi kiçik xalqlar mədəniyyətini öz dilində yaradır, ancaq təhsili başqa dildə alır. Təhsil mütləq böyük xalqların dilində alınmalıdır. Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar. Çünki natamamdırlar. Adamlar baxır ki, Bakıda fərqli dildə danışılır, əsəbləşir çünki bilmirlər. Başlayırlar pisləməyə, heç kimə üstdən aşağı baxmır. Mənim kiçik qızım Rus sektorunda oxuyur. Deyir ki, bizdə Azərbaycan sektoru çox güclüdür. Rus sektorlarının bağlanması məsələsi də müzakirə olunur. Jurnalist sual verir ki, əsas gətirirlər ki, vətəndaşların vergisi ilə
dövlət məktəblərində xarici dildə təhsil olmamalıdır? Cavab. Sənin verginlə uşaqlara dil öyrədirlər. Rus sektoru çox yaxşı nəsil yetişdirir. İnsan bədənində elə orqan var ki, kiçikdir, amma o olmasa olmaz. Rus dili də belədir. Qarabağı qaytardıq, başımızı əymədik, başqa nə lazımdır? Nizami Gəncəvi fars dilində yazıb, onun əsərlərini rus dilinə tərcüməsi Azərbaycan dilinə tərcüməsindən daha keyfiyyətlidir. Bunu mütəxəssislər də təsdiqləyir. İnsan bilmədiyindən qorxur, bu da belə bir şeydir. Türk dili tərcüməsinin hansı məqamlarda hiss edirsiniz? Cavab. Seriallar sayəsində dilimiz aşınır. Oxşar dillər olduğuna görə dilimiz ciddi təsirə məruz qalır. Bunu mən yox, dilçilər, yazıçılar deməli idi. Bugün Türkiyədə balaca bir qəsəbədə Aytmatova büst qoyublar. O hansı dildə yazıb? Rus dilində, ancaq məsələn ermənilərin ən böyük şairi hesab olunan Sayat Nova da Azərbaycanca yazırdı. Bu sözlərimə görə məni vətən xaini elan elədilər. Onlar böyük qardaş sindromundan əziyyət çəkirlər. Bunu Ayaz Salayev APA müsahibəsində deyib. Dostlar, maraqlıdır deyilmi? Fikirləriniz önəmlidir. İndi təkrar edirəm dostlar, bu mövzu biraz bizdə davam etdi. Biz deputatlardan rəy öyrəndik. Görürsünüz, gündəmi özləri, məsələn, Səngər TV-də görürsünüz ki, bir neçə müddətdir bu barada danışmırdıq. Görürsünüz, yenidən mövzunu qaynadırlar. Və burada Azərbaycan dili, qrammatikada aşağılanır. Azərbaycan çoban papağı. Baxın, deyir ki, mənə bu sözləri deyənlər başlarına çoban papağı giymiş geridə qalmışlardır. Rus dili bu gün də bizə lazımdır. Çünki dünya dilidir və vergi hesabına toplanan pulun müqabilində Rus dilinin öyrədilməsində düzgün addım sayır. Siz nə deyirsiniz əziz dostlar? Və elə buna görə də dostlar, bunun cavabı verilməli. Ya həqiqətənmi? Əgər həqiqətən də düz deyirsə, qoy çıxsın bu alimlər, dilçilər çıxsın, danışsın. Azərbaycan dilində təhsil almağın Rus dilində təhsil almaqda nə fərq var? İndi bilirəm, vəzifə təyinatlarda bəli, Rus dillərə yaxşı işıqdır. Bugün Rus dillər ən yüksək vəzifələrdə təmsil olunur. Bunlar yalnız vəzifə təyinatlarında təmsil olunurlar. Rus, Azərbaycan dilində oxuyanlar belə talelərindən o qədər də razı deyil vəzifə baxımından. Hər halda bunu qoyuruq qırağa. İndi bir araşdırmaq lazımdır. Çünki əgər Ayaz Salayev kimi adam Bakının mərkəzində deyir ki, mənim birinci dilim Rus dilidir, ana dili Rus dili sayırsa, yeni qalmaqallı açıqlamalarla gündəmə gəlib Azərbaycan dövlətinə, xalqına meydan oxuyursa və hətta Azərbaycan xalqının nümayəndələrinin onu tənqid edən kəsiminə belə bir cavab verirsə ki, mənə o sözləri deyənlər başlarına çoban papağı geymiş geridə qalmışlardır. Yaxşı, çoban Peyğəmbərimiz çoban olub. Salayev, sən çoban papağı niyə aşağılayırsan? Bu papaqdır. İndi sabah yəqin ki, manşetə başqa xəbərlər daşınacaq. İndi mən əziz tamaşaçılar sizə müraciət edirəm. Bu açıqlama sizi narahat etdi mi? Sizi narahat etdi mi? Hörmətli izləyicilər, yazın. Bax, elə buna görə də dostlar, bugün Azərbaycan mətbuatını nələr
ağuşuna alıb, bilirsiniz. İndi mən sizə təqdim edirəm burada. Meyxanaslarla gündəmə gəlir. Bir ölkənin ki, Yazıçılar Birliyinin sədri bu mövzuya münasibət bildirir, münasibət sərgiləyir və baxın, indi dostlar, mən sizə bir mövzu təqdim edəcəm. Meyxanaslarla bağlı. Meyxanaslarla bağlı. Artıq bunlar Yazıçılar Birliyində təmsil olunmaq istəyirlər. Bir qalmaqal da bununla bağlı yaradırlar. Budur. Yəni burada bax belə mövzularla gündəmi zəbt olunan ölkənin dili də işğal olunar, adəti də işğal olunar. Papağı da, çobanının papağı da məsxərəyə qorular, aşağılanar. Bu nə yanaşmadır? Hanı Azərbaycanın alimləri? Hanı ziyalılar? Hanı o 7 martdır, 8 martdır o Xankəndinə gedən deputatlar, siyasətçilər? Durun, cavab verin də. Ya etiraf edin, ya həqiqətən də etiraf edin ki, bəli, burada Rusiyadır ağa. Biz də buradan elan edək. Dillə də bağlı Rusiyanın dili ağalıq edir. Görünən odur. Nəyi gizlədək ki, dostlar? Bax, görünən odur ki, bunu dedizdirirlər. Ayaz Salayev ikinci dəfə qalmaqal. Bu deyildi, bitdi, getdi. İndi hanı Azərbaycanın ziyalıları? Var mı? Var mı ziyalılar? Hanı ziyalılar? Ziyalılar da görürük. Prezidentlə də görüşəndə bir xalqın bir problemini demirlər. Ya deyirlər nəvəmə iş ver, ya deyirlər oğluma ev ver, ya deyirlər evim 3 otaqlıdır, 4 otaqlı mənə mənzil ver. Prezidentlə də görüşən Azərbaycan ziyalıları yalnız sözləri ilə bağlı xahiş edirlər. Bir ziyalı çıxıb demir ki, ay cənab prezident, xalqın bu problemi var, buna dəstək ver, buna maliyyə ayırmağına sərəncam ver. Ziyalılar da belə. Yox, səhv mi deyirəm əziz dostlar? Adamın ürəyi ağrıyır. Necə, mənim dilim yaxşı, ben nəyə lazımdır? Bu qədər biz şəhid vermişik, döyüşmüşük, yaralanmışıq. Dilimizi ayaq altına at, özümüzü ayaq altına at, hüquqlarımızı ayaq altına at. Bu olmaz. Yaxşı, burada hansı qanunlar? Bir dəfəni elan edin də. İndi adam, nə bilim, hər halda görünür ziyalımız yoxdur, görünür deputatımız yoxdur. Hamısı xüsusi yetişdirilmiş. Necə Parnikdə xiyar pomidor suyunu yetişdirmirlər. Qışda qar yağır. Baxırsan ki, Parnikdə xiyar pomidor görünür. Bizim o ziyalılıqlarımızın da əksəriyyəti, deputatlarımız, məmurlarımız, ziyalılarımızın əksəriyyəti o Parnikdə suyunu yetişdirilən elə o xiyar pomidor kimidir. Mən belə dil təhqir olunur. Müdafiə görməyəndə mən nə deyə bilərəm? Nə deyə bilərəm əziz dostlar? Bu mövzuya qaydacağıq. İndi